Salam hər kəsə. Bu gün mən sizlərə 5-ci sinif Çinar yayınları, mövqesiz say sistemləri A və B variantı suallarının izahlarını verəcəm. İzaha keçməzdən əvvəl qeyd eləyək ki, bizim 5-11-ci sinif hazırlıqları haqqında məlumat əldə etmək üçün qeyd olunan əlaqə nömrəsinə yaza bilərsiniz. Keçək birinci sualın izahına. Deyilir ki, aşağıdakılardan hansı doğrudur? Hamısı Rum rəqəmləri ilə verilib. Biz Rum rəqəmlərini müəyyən etməyi bacarmalıyıq. Və bilirdik ki, bu bizə 1-i, 5-i V şəklində, X bizə 10-u, L 50-ni, S 100-ü, D 500-ü və M 1000-i göstərirdi. Bizə S, xətt və X verilib. Bilirik ki, S 100-dür, sonra xətt, sonra X. O zaman birinci balaca, sonra böyük gələndə nə etməliydik? Çıxmalıydik. Yəni bu X-dən bu 1-i çıxsam bizə 9 verir. S 100-dür. 100-ün üzərinə də 9 gələndə 109. 99 deyil. Bu getdi. Qaldı burada B variantı. B variantında bilirik ki, M 1000-dir. Əvvəl S gəlib. 1000-dən 100-ü çıxsam S 100-dür. Qalır 900. Sonra L gəlib deyə üzərinə gəlirəm. 950 olar B variantı. Gəlin C-yə də baxaq. L bizdə 50. 50-dən əvvəl X gəlib. Deməli, çıxmalıyam. Qalır 40. 40-ın üzərinə sonra gələn 5, 45. Birini də əlavə eləsəm 46. Amma 44 veriblər. Bu da getdi. Sonuncuya da baxsaq. S 100. 100-dən əvvəl L 50 gəlib. Deməli, çıxmalıyam. 100-dən 50-ni çıxsam 50. Sonra X gəlib. Üzərinə 10 gəlirəm. Verir 60, 70 deyil. Bu da getdi. Doğru cavab oldu B variantı. Növbəti sualda qeyd olunur ki, verilmiş ədədin onluq say sistemində yazılışı hansıdır? S bizdə 100 idi. M 1000 idi. S, yəni balaca, 1000-dən əvvəl gəldiyindən çıxmalıyam. Deməli, 1000-dən 100-ü çıxsam qalır 900. Bu isə 900 verir. Baxın, bu kvadrat 900. X 10-dur, üzərinə 10 gəlirəm. V 5-dir, üzərinə 5 gəlirəm. Və 2 dənə xətt 2 gəlirəm. 9 üstə gəl 10, 910, üstə gəl 5, 915, üstə gəl 2, 917, C variantı. 3-də qeyd olunur ki, ədədin Rum rəqəmləri ilə yazılışı hansıdır? Biz bilirik ki, 2023 deyəndə 2 dənə 1000 ifadəsi işlədirik. Yəni, bu 2 dənə 1000-in yerinə 2 dənə M yaza bilərik. M 1000 idi bizdə. 23-ün yerinə 20-ni yazmalıyıq birinci. Yəni 2 dənə X yazaram. 10, 10. İkisi bir yerdə eləyir 20 və 3-ün yerinə də 3 dənə xətt çəkərəm. Doğru cavab olar A variantı. 4-cü sualda qeyd olunur ki, Rum rəqəmlərinin yazılışında bir simvoldan ən çox neçə dəfə istifadə etmək olar? Bunu diqqətlə yadda saxlayın ki, hər simvoldan ən çoxu 3 dəfə istifadə oluna bilər. Yəni siz ard-arda L, 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 bir dənə, 4 dənə L və yaxud da X, 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 3 dənə X yaza bilərsiniz. Amma 4 dənə X yaza bilməzsiniz. Yəni ən çox 3 simvol olmalıdır. 5-də qeyd olunur ki, Kamil lövhədə bu ifadəni yazıb, Gülnar isə Rum rəqəmləri ilə yazsa hansı ədəd alınır? Burada 100-ün üzərinə 50 gəlsəm, 150 eləyir. Üzərinə gəlirik, birinci mötərizə. Ondan biri çıxsam 9, yəni 159 alıram. 159-u isə biz necə yazarıq? 100-ün yerinə yazarıq S, 50-nin yerinə L, 9-un yerinə isə bir 10 yazarıq. Əvvəlinə bir xətt çəkərik ki, ondan 1 çıxanda qalsın 9. Yəni S, L, bir xətt, sonra X oldu A variantı. Ən böyük 3 rəqəmli ədədin Rum rəqəmləri ilə yazılışı hansıdır? İlk öncə ən böyük 3 rəqəmli ədəd hansıdır bizdə? 999-dur. Bunu necə yaza bilərik biz? 999-u. M yazıb, əvvəlinə bir xətt yaza bilərik sizcə? Yəni ki, M 1000-dir, əvvəlinə xətt yazsaq, olur 999, yaza bilmərik. Bəs necə eləyək? Baxın, gəlin variantlardan. Bu M-dir, düzdürmü? Əvvəl S gəlib. Yəni, 1000-dən 100-ü çıxdım 900. Bu X-i verdi 900.
Sonra x var, sonra s var. Bilirik ki, s nədir bizdə? 100-dür. Əvvəl x gəlib. S-dən x çıxanda 100-dən x 10-u çıxsam, yəni qalır 90. Və bu xətt və x də 9 idi. Toplayaram 999. Deməli olar A variantı. Növbəti sualda qeyd olunur ki, verilən ifadənin qiyməti hansı ədəddir? Əvvəlcə bu ifadəni müəyyən edək. 2 dənə x-im var. Eləyir x 10 idi. Baxın, 2 dənə x 20-dir. Üzərinə gəlirəm. V 5-dir. Xəttdə bir dənə x-in cəmləsəm 6. Yəni 26. Bu hissəni tapdıq 26. Bu rum rəqəmimiz oldu bizim 26. İkincini tapsaq, L nə idi? 50 idi. Yazırıq 50-ni. X nə idi? 10 idi. Əvvəl xətt gəlibdir, çıxıram. Üzərinə də 9 gəlirəm, 59. Bu da elədi 59. Arasında toplama işarəsi var. 59, üstə gəl 26. Bura 5 verər, 85. Yəni biz bu 85-i rum rəqəmləri ilə necə göstərə bilərik? Onu müəyyən etməliyik. Gəlin baxın. Baxın 50 yazdıq. L. 80 eləmək üçün üzərinə 30 gəlməliyəm. 30-un yerinə 3 dənə x yaza bilərikmi? Yaza bilərik. Çünki ən çox 3 dənə yaza bilərdik. Amma 4 eləyə bilmərik. 3 dənə x yazıram və 85 olduğundan bir v yazıram. Varmı belə cavab? Bəli, var. Yəni C variantı. 8-də qeyd olunur ki, 129 ədədini hansı şəkildə yaza bilərik? 129 deyirsə, burada 100 olmalıdır. Yəni C. 20-nin yerinə 2 dənə x yazarıq. Bəs 9-u necə yazırdıq? 1x yazırdıq, əvvəlinə 1 yazırdıq. Çünki ondan 1 çıxanda 9 eləyir. Baxın, məntiq nədir? Əgər bir dənə xətt, sonra x yazsaz, əvvəl balaca, sonra böyük gəlir deyə böyükdən balacanı çıxırıq. Yəni 10 çıx 1, 9. Əgər x 1 yazsam, böyükdür, sonra balaca gəlir, onda 10-un üzərinə 1 gəlirsiz, 11. Biz 9 yazmalıyıq deyə xətt və x yazdıq. Doğru cavabımız olar hansı variant? A variantı. 9-da qeyd olunur ki, rum rəqəmləri ilə verilmiş bu ədədin onluq say sistemində düzgün yazılışı hansıdır? Gəlin baxın. 50 verilib. Baxın uşaqlar. Gəlin burada yazaq bunu. X, L, V və 3 dənə xətt. İndi fikir verin burada. Bizim L-imiz var. Əvvəl x gəlib. Yəni böyükdən əvvəl balaca gəlib. Onda nə etməliyik? Böyükdən çıxmalıyıq. Yəni 50-dən x-i çıxıram. 50 çıx 10. X 10 idi axı bizdə. Üzərinə bir 5'im var burada. Baxın, bu 5'im var. Və 3 dənə xəttim var. 5 üstə gəl. 3 dənə xəttdə nə verir? 8 verir. O zaman biz əlavə etməliyik. Üzərinə də 1, 8. Bu da hansı variant olur? B variantı. Onda qeyd olunur ki, aşağıdakı cəmlərdən hansı 1500 ədədini göstərir? Birinci cəmə baxsaq, S 100-dür, M 1000-dir. Elədi 900. 1000-dən 100-ü çıxdım, 900. Üzərinə L gəldim, 950. D nə idi bizdə? 500. Üzərinə L gəldim, 550. 950 ilə 550-ni cəmləsəm də bizə nə verir? 1500. Yəni olar A variantı. 11-də qeyd olunur ki, verilmiş ədədlərdən hansı düzgün yazılmayıb? Birinci ədəd M 1000-dir. S 100-dür, 1100. X ilə L var. L x-dən böyükdür. Deməli, çıxmalıyam. 50-dən 10 çıxanda 40. Bu hissədə 1100 idi. Üzərinə də 40 gəlsəm 1140. Bu doğrudur. Buna ehtiyac yoxdur. Biz yazılmayıb. Səhv olanı axtarırıq. X 20-dir. L-dən sonra gəlib 70. Bu iki xətt 72. Bu da getdi. Doğrudur. 46. L 50-dir. Əvvəl x gəlib oldu 40. 5 var, xətt var. 56, 40 üstə gəl 6, 46. Bu da getdi. Doğru cavab olar D. Niyə D olur? S buradadır, L burada. 100-dən 50-ni çıxsam 50-dir. Üzərinə sonra gələn x-i
Onu əlavə etsəm 60 olur. Amma bizə 70 veriblər. D olar doğru cavab. Say sistemləri neçə cür olur deyir. Say sistemlərimiz bilirik ki, 2 cür olurdu. Mövqeli və mövqesiz say sistemləri, yəni A variantı. İndi isə keçək B variantına, test 6. Kartları hansı formada düşsək 940 alarıq. Yəni bunları elə formada yerləşdirməliyik ki, cavabı 940 versin. Birinci mini yerləşdirsək, artıq min neçəsi olmalıdır. 900 olması üçün birinci S-ni yazaram, sonra M yazaram. Yəni mindən bu S-ni 100'ü çıxsam 900 versin. 40 olması üçün birinci L sonra X yazsam bu 50 üstəgəl 10 eləyir, yəni 60. O zaman XL yazaram ki 50'dən 10 çıxsın 40 versin. SM və XL B variantı. 2-də deyir ki, verilən ədədin onluq say sistemində qarşılığını göstərin. D bizdə 500'dür, L 50'dir. Elədi 550 bu hissə. Üzərinə 2 dənə X, yəni 20'ni gəlirik. 550, üzərinə gəlsin 20, 570. 5 var, 2 dənə xət, bu da 7. Üzərinə də 7 gəlsək, 577 S variantı. 3-də qeyd olunur ki, 135 ədədinin Rum rəqəmləri ilə yazılışı hansıdır? 135, 100'ü bilirik ki, S-dir. 30'u necə yaza bilirdik? 3 dənə X yazırdıq. 5'i də V yazırdıq, oldu B variantı. Ən böyük 3 rəqəmli cüt ədədin Rum rəqəmləri ilə yazılışı. Ən böyükdür, həm də cütdür. Ən böyük bilirdik ki, 999'dur 3 rəqəmli. Amma 9 tək olduğundan bu ədəd təkdir. Deməli 998 yazmalıyam. İndi bilirdik ki 900'ü yazmaq üçün birinci yazmalıyam nə? S-ni, sonra M. Bu bizə 900 verdi. 90'ı necə yaza bilərəm? Bir S yazaram, qabağına X yazaram. Çünki 100'dən 10 çıxanda 90 verir. Və 8'i necə yazırdıq? 5, yanından da 3 dənə xət. Bu da hansı verir? D variantı. 5'də deyir ki, Rum say sistemində yazılmış CXV ədədi onluq say sistemində hansı ədədə bərabərdir? Burada S nə idi? 100 idi. Üzərinə 10 gəlirəm. 110. Üzərinə də 5 gəlirəm. 115 verir. Yəni B variantı. 6'da verilir ki, verilmiş ifadəni göstərən variant hansıdır? Aha. Bunlar bizə 95 verib. 95'i necə yazmalıyıq? Bir S yazırıq, yəni 100. Əvvəl də V yazarıq ki, 100'dən bu 5'i çıxın, versin 95. Yəni V, S. S, V. Daha doğrusu bunlar necə yazıb? Aha, belə də olar. Bunlar başqa formada yazıblar. Baxın, X, S, V, X, S, V. Bunu necə yazıblar? Baxın uşaqlar. S nə idi bizdə? 100 idi. 100'ün qabağına bir X yazsam eləyir 90. Sonrasına da bir 5 əlavə etsəm olur 95. Yəni X, S, V. Buradan qeyd eləyək. 114'ü necə yaza bilərik? Biz bilirik ki 100 S-dir. Onun yerinə X yaza bilərəm. 110 oldu bu. Bəs bu 4'ü necə yaza bilərik? Bir xət yazaram. Bir dənə də 5 yazaram. Oldu 114. Üzərinə gəlirik S, X, xət, V. 209'u bəs necə yazarıq? 200 bilirik ki 2 dənə S-dir. 9'un əvəzinə də bir xət, bir X yazaram. Bu da bərabər olur. S, xət, X-ə. Yəni doğru cavab oldu B variantı. 7'də qeyd olunur ki, Rum rəqəmləri ilə ədədlərin yazılışında eyni simvollar yanaşı olduqda toplanılır. Niyə toplanılır? Tutalım ki, biz 20'ni yazanda X ilə X yazırdıq. Bu vaxt nə edirdik? X-in üzərinə X gəlirdi. Eyni simvolları topladıq. Və yaxud da 2 dənə S yazırdıq. 100 üstə gəlir 100, 200. Deməli, toplamalıyıq. 8'də qeyd olunur ki, Rum rəqəmləri ilə verilmiş hansı ədədin onluq say sistemində qarşılığı 1000 ədədinə. 1000 adının baş hərfinə görə 1000 yazırıq. Bu M-ə görə olur D variantı. Verilmiş ədədlərdən hansı 999'a bərabərdir?
999 yazmaq üçün mütləq nə etməliyik burada? M-dən istifadə etməliyik. Bu olur bizim minimiz. Mindən əvvəl gəlir nə? S. S-ni yazanda bu olur bizdə 900. Amma 99 da yazmalıyıq. 90-ı yazmalıyıq birinci. 90-ı necə yazarıq? S yazaram. Əvvəlinə bir x yazaram. Bu S, əvvəlinə x. Bu oldu 990. 9-u yazmaq üçün də bir xətt, 1x yazaram. 999 verər, yəni D variantı. Onda qeyd olunur ki, hansı fikir doğrudur? Roma say sistemində simvolların qiymətləri yerlərinə görə dəyişmir. A variantında qeyd olunur ki, dəyişmir. Bu doğrudur. B variantında qeyd olunur ki, simvolların qiymətləri yerinə görə dəyişir. Bu da nədir bizdə? Yanlışdır. Onluq say sistemində rəqəmlərin qiymətləri yerlərinə görə dəyişmir. Doğrudur. D variantında isə qeyd olunur ki, daha doğrusu bunlar doğru deyil. D variantında isə doğrunu istəyir. Roma say sistemində simvolların qiymətləri sırasına görə dəyişir. Bəli. Əgər ki, Rum rəqəmi qeyd elədiyimiz kimi əvvəl balaca, sonra böyük gələndə çıxma eləyirdik. Əvvəl böyük, sonra tutalım 5 gəlsə, onda toplayırdıq. Deməli, doğru cavab olur D variantı. 11-də qeyd olunur ki, 1994 ədədi Rum rəqəmləri ilə necə təsvir olunur? 1000 bilirik ki, M-dir. 900-ü yazırdıq necə? Bir M, əvvəlinə S yazırdıq. Bu elədi 900. 90-ı yazırdıq necə? S, əvvəlinə X. 4-ü də yazarıq bu şəkildə. Bu variantı axtarsaq, M, S, M yazılıb, X, S, V, yəni D variantı. Bizdən ədədinin onluq say sistemində qarşılığını soruşur. 3 dənə X-in bilirəm ki, 30-dur. 1 dənə V 5-dir. Və 3 dənə xəttdə 3-dür. Bunları cəmləsəm 38 verir, yəni A variantı.